Salam uşaqlar, 7-ci sinif Azərbaycan dili dərsliyi 123 və 124-cü səhifələrdə ümumiləşdirici təkrar tapşırıqlar verilib ki, gəlin onun qrammatika suallarının izahına bir yerdə baxaq. Baxırıq ki, qrammatika sualları bu mətndən sonra başlayır, ona görə mətndən sonraya baxacağıq. Deməli, burada Üzeyir Hacıbəylinin Olmasın Bu Olsun operettası ilə bağlı bir monoloq veriblər Məşədi İbadın dilindən. İndi biz onu oxuyub 4-cü tapşırıqları yerinə yetirməliyik. Deməli, 3-cü tapşırıqda nə deyir? Köməkçi nitq hissələri aşağıdakı cədvəl üzrə qruplaşdırın. Uşaqlar, mən bunları sadəcə izah edib deyəcəm. Siz özünüz yazarsınız. Çünki vaxt çox getməsin deyə yazmayacağam mən. Baxırıq, burada altından xətt çəkilmiş bircə söz var. Əgər siz bircə sözünün yerinə ikicə sözünü qoya bilsəz, oradakı bir say olar, C isə ədat olar. Yox, əgər siz ikicə sözünü qoya bilmirsinizsə, bütövlükdə bircə sözü ədat olacaq. İndi baxaq bu qaydaya əsasən. Ay kişi, mən bircə bilmədim ki, ikicə bilmədim ki, deyə bilmirəm. Deməli, bircə sözü bütövlükdə ədatdır. Bunu ədatxanasına yazacaqsınız. Daha sonra, vallah görünür ki, xalqın gözü pis görür. Burada vallah sözü ədatdır. Görünür ki, sözü isə modal sözdür. Sonra saqqalım da qapqara şəvə kimi. Saqqalım da qapqara. Burada görürük bu iştirak bağlayıcısıdır. Şəvə kimi bu da nədir? Qoşmadır. Bənzətmə qoşmasını yazacaqsınız. Deyəsən burada bir dənə ağ tük vardır. Bu deyəsən də nədir? Təbii ki, modal sözdür. Bu hissə yazacaqsınız. Gərək də artım çıxsın. Gərək nədir? Gərək də ədatdır. Ədata yazacaqsınız. Ay zəhrimar. Ay nədir? Nidadır. Bunda nida hissəsini yazacaqsınız. Daha sonra puf. Puf nədir? Təbii ki, puf da ədatdır. Bunu da ədat hissəsini yazacaqsınız. Quş kimiyə. Özünü quşa bənzədir. Bu da qoşmadır. Qoşma hissəsini yazacaqsınız. Özüm də 50 yaşım. Yaşım ya ola, ya olmaya. Ya da bölüşdürmə bağlayıcısıdır. Bunu da bu hissə yazacaqsınız. Yaxşı. İndi mən papağımı nə cür qoyum ki? Yaxşı nədir? Modal sözdür. Bu hissə yazacaqsınız. Hərgah belə qoysam, əgər hərgah bu bağlayıcının növlərindən biridir, şərt bağlayıcısının. Bakı qoçusuyam. Əgər, yenə də bir əgər var. Yenə də bunu bağlayıcı yazacağıq. Bəs nədir? Bəs də təbii ki, sual ədatıdır. Onu da buraya yazacağıq. Burada bir daha bağlayıcısı görürük. Onu da bu hissə yazacağıq. Doğrudan da burada da bir təsdiq bildirən modal söz işlənib. Təbii ki, doğrudan da onu da hara yazırıq? Modal sözü yazırıq. Çünki nədir uşaqlar? Çünki bağlayıcıdır. Ruslar mən ilə çoxalış, yəni mənimlə ilənin yerinə və qoya bilsəydiniz, əgər bağlayıcı olardı, amma görürsünüz qoya bilmirik. Ona görə bunu da hara yazacağıq? Təbii ki, qoşmaya yazacağıq. Aha nə idi? Nida. Onu da yazırıq nidaya. Sonra keçirik 4-ə. Eyni rəngdə verilmiş sözlər arasında morfoloji baxımdan fərqli olanı müəyyəndir. Morfoloji baxımdan, yəni nitq hissəsi baxımından fərqli olanı deyir. Eyni rənglə verilmiş sözlər arasında morfoloji baxımdan fərqli olanı müəyyənləşdirin. Baxaq görək burada nə demək istəyir. Burada bir var. Bir. Deyir, zarafat deyildir. Bir ətək pul verirəm. Bir baxım, görüm. Bir ətək, iki ətək pul deyə bilərik də, uşaqlar, elə deyil. Bu saydır. Bir baxım görüm. Bu artıq ədatdır. Burada birin yerinə iki baxım görüm deyə bilmərəm. Sonra burada kilər var. Ki. Burada da var. Burada da var. Burada da var. Gəlin bunlara baxaq görək nədir. Kidən əvvəl əgər xəbər gəlibsə bağlayıcıdır. Bağlayıcı olanda özünə sonra da vergül qoyulur. Bax, bilmədim ki, burada özündən əvvəl xəbər gəlib. Deməli nədir? Bağlayıcı. Mən ki, burada qüvvətləndirir artıq. Ədatdır. Özündən əvvəldə xəbər gəlməyib. Mən papağımı nə cür qoyum ki, görürsünüz özündən əvvəl yenə xəbər gəlib. Nədir? Bağlayıcı. Özündən sonra da vergül qoyulubdur. Mən ki, bunu demişdim. Sonra bəs nə tövr burada nə idi? Ürkər. Elə bilər ki, yenə də 2-dən əvvəl xəbər gəlib, özünə sonra da vergül qoyulub. Ona görə bu da bağlayıcıdır. Yaxşısı budur ki, fikir verirsiniz, yenə də özündən əvvəl xəbər gəlibdir və özünə sonra da vergül qoyulub. Deməli, bu da bağlayıcıdır. Ki, ümumiyyətlə, ədatların növündə bir sual ədatında var, bir də qüvvətlendirici. Qüvvətlendirici ədat olanda adətən sözün ortasında olur. Amma sual ədatında olanda cümlənin daha çox sonunda olur və özünə sonra sual işarəsi qoyulur.
Bağlayıcı da adətən cümlənin ortasında olur. Bəs bağlayıcı ilə ədatı necə fərqləndirəcəksiniz? Heç nə. Belə fərqləndirəcəksiniz də. Özündən əvvəl xəbər gəlibsə, bu deyək ki, aydınlaşdırma bağlayıcısıdır. Özündən əvvəl xəbər gəlmirsə, artıq da qüvvətlendirici bağlayıcıdır. Bu qədər. Bağlayıcıdan sonra, daha doğrusu qüvvətlendirici adıdır, üzr sayın. Daha sonra bağlayıcıdan sonra vergül qoyular, amma ədatdan sonra vergül qoyulmaz. Sonra baxaq görək başqa nə var burada. Başqa hamısını dedik də 2 dənə idi. Sonra 5-ə baxa 4-dən biri nitq hissəsinə görə fərqlidir. Burada ha var, di var, ha var, bir də axı var. Ha-dır, di-dir, axıdır. Bunlar ədatdır, amma ha nədir? Nidadır. Deməli fərqli olan nədir? Ha. Paho, aha, əhsən, ha. Paho, aha, əhsən. Bunlar nidalardır. Ha isə nədir? Ədatdır. Fərqli olanımız nədir? Ha. Afərin, bəlkə, nəhayət, ümumiyyətlə, afərin nidadır, üzr sayın, nidadır. Bəlkə, nəhayət, ümumiyyətlə, bunlarsa modal sözdür. Burada da fərqli olan afərindir. Sonra keçək 6-ya. Durğu şairlərini əlavə etməklə cümlələri köçürün. Paho, xoş gördü. Fikir versiniz, pahodan sonra balaca hərf gəlib, kiçik hərf gəlib daha doğrusu. Burada vergül qoyacaq. Ümumiyyətlə, nidalar bilirik də, ortada gələndə özündən sonra ortada gələndə hər iki tərəfdən vergül, əvvəldə gələndə özündən sonra, sonda gələndə özündən əvvəl. Yəni modal sözlər kimi olur da burada durğu şairəsi. Vay, mənim qızıma nə olub? Burada yenə də bir nida var, vergül qoyulur. Oy, nə qəşəng ceyrandır. Burada da bir dənə vergül qoyacağıq oydan sonra. Sanki modal sözdür, sanki ilə durğu şairəsi işlənməz. Bənzətmə bildirən modal sözlər sanki, güya, elə bil ki, güya ki. Bunlardan durğu şairəsi, yəni vergüldən istifadə olunmur. Fikir versiniz, axdan sonra necə sözü böyüklə gəlib. Deməli, burada axdan sonra nə qoyacağıq? Nida qoyacağıq artıq. Ax, necə kef çəkməli əyyam idi. Ay hay, mənə badalaq gələnə bax. Burada da yenə də bir dəqiqə, burada yenə də vergül qoyacağıq. Çünki özündən sonra gələn nə gəlib? Kiçik hərflə gəlibdir. Sonra 7-yə baxaq. Cümlənin əvvəlinə müxtəlif modal sözlər artırmaqla fikrə münasibətinizi bildirin. Qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər. Yəqinlik bildirən, yəni təsdiq bildirən modal söz qoymalı. Nə yaza bilərimiz? Əlbəttə. Özündən sonra da vergül. Qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər. Nəticə bildirən. Məsələn, nəticə bildirən ümumiyyətlə yaza bilərəm. Ümumiyyətlə qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər. Burada bir ümumiyyətlə yaza bilərik. 3-ə baxaq. Fikrin mənbəyini bildirən, qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər. Məsələn, məncə sözünü yaza bilərəm bura. Məncə qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər. Fikrin mənbəyi. Şübhə bildirən, güman şübhə bildirənə baxaq. Qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər. Məsələn, bura yaza bilərəm ehtimal ki, qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər. Daha sonra keçək 8-ə. Verilmiş sifətlərə uyğun ədatlar artırmaqla sifətin çoxaltma dərəcəsini düzəldib cümlədə işlənin. Burada ən, lap, daha. Məsələn, necə cümlə yaza bilərsiniz? Ən gözəl qız mənim sinif yoldaşımdır. Məsələn, belə bir şey yazdıq ənə. Burada gözəl artıq olacaq çoxaltma dərəcəsində. Sonra mənim gördüyüm hadisə daha qəribə idi. Məsələn, belə yaza bilərsiniz. Sonra başqa zərfə nə artıra bilərik? Zərif. Deyək ki, lap zərif qız mənim yanımda əyləşən idi. Sonra nöqtələrin yerinə uyğun ədatlar artırın, ədatların yazılış qaydalarına əməl edin. Yazılış qaydası deyəndə sana bitişik yazılır. Daha sonra üzr hesab edin. Sana bitişik yazılır. Mı bitişik yazılır. Amma özünün əvvəl dadə bağlayıcısı gələrsə artıq ayrı yazılar. Gəlin baxaq. Bir körpə qəlbini sevindirmək böyük savabdır. Məsələn, ən böyük savabdır yaza bilərik bura. Ana ürəyi övladından heç küsərmi? Burada mini bitişik yazacaq uşaqlar. Çünki özündən əvvəl dadə bağlayıcısı gəlməyib. Dediklərimi unutma. Unutma ha. Unutma ha, oğul. Məsələn, bura ha ədatını yaza bilərik, əmr ədatı. Sözün düzünü üzə deyərlər də. Məsələn, bura dəni yaza bilərik. De get, gecən xeyrə qalsın. Məsələn, bura dini yaza bilərik. Çoban qardaş, bu dağların sirrini bizə də de.
Bizə də D-də, D-ni yaza bilərik bura. Bizə də D-də. Kim milyonlar axtarır, nadir halda onu tapır. Deməli, bura nə yaza bilərik? Kim ki milyonlar axtarır, nadir halda onu tapır. Kim ki milyonlar axtarır, nadir halda onu tapır. Bura ki gedər. Kim ki milyonlar axtarır, nadir halda onu tapır. Bu gözəl meşələr, buz bulaqlar cənnət deyil ki. Məsələn, bura ki-ni artıra bilərik. Bəs əvvələ nə artıra bilərik? Bəs bu gözəl meşələr, bu buz bulaq cənnət, bura bəs də artıra bilərik əvvəlinə. Böyük qələbələr qurbanlar bahasına əldə edilir. Məsələn, ən böyük qələbələr, burada əni yaza bilərik.